Yoldaşlar canlı görüşürük. Dostlar salam. Salam. Belə bu buraxılışın ikimizlə başlamağına təəccüblənməyin və videonu da qabağa ötürməyin və ya bizə əgər podkast olaraq dinləyirsinizsə, səsi qabağa verməyin. Çünki Vacib bir xəbərimiz var. bəli, təxmini 9 aydır ki, 50 gəlir, deyir ki, bir dənə tarix seç, qalanı mənlikdir. 9 ay biraz yaxşı oldu. Və Aslında 15 gün sonra 9 ayın nəticəsi gəlir də. Mən bir dənə tarix seç, qalanı mənlikdir. İndi biz daha doğrusu tarix seçdim və qalanı 50'li idi də. Görün panikaya düşməsə və üstümə atdı. Yoldaşlar canlı görüşürük. Bu dəfə biz Nizami Kino Mərkəzində 500 nəfərlik bir zalda 3 hissəli bir tədbirlə canlı podkast keçirdirik. qonaqlarımızla bərabər biz həm ciddi mövzuları danışacağıq, həm imkan verəcəyik ki, siz də danışasınız. Yəni hazırlıqlı gəlin ki, bu mövzularda suallarınızı verə bilərsiniz. Dəftər qələminiz üstünüzdə olsun. Mütləq kitab olacaq, kitab satılacaq, kitablarınızı ala biləcəksiniz. Nəyə görə? Çünki biz orada danışanda müəyyən kitablardan statlar gətirəcəyik. O kitablar sizə mütləq lazımdır. Şəxsi inkişafınızı, özünüzü inkişaf elətdirmək üçün, daha da zənbiliklərinizi və elminizi zənginləşdirmək üçün, çünki ora yalnız elm adamları gələcəklər. Belə maraqlı bir söhbətimiz olacaq, diskussiya və debat şəklində. Həm də mənəvi dünyanızı qidalandırmaq üçün. Həm xarici dünya, həm daxili dünya və daha sonra uzun bir sual-cavab sessiyası. Uzun sual-cavab sessiyası olacaq. Üstəgəl bizimlə axşam şam yeməyinə getmək imkanınız da olacaq. Söhbətgah canlı podkastı may ayının 24-də axşam saat 7-də Nizami Kino Mərkəzində, biletləri də iTicket-dən ala bilərsiniz. Keçirsiniz, alırsınız və qismət olsa mütləq görüşəcəyik. Hamımızı gözləyirik. Görüşərik.